Pul səni sevmir. Bəli, düz eşitdin. O səni sevmir. Çünki sən ona hörmət etmirsən. Hər dəfə pul mənə çatmır, hər şey bahadır, maaşım azdır deyəndə sən pul haqqında negativ enerji yaradırsan. Pul sanki bunu hiss edir və səni tərk edir. Bax, elə bu mövzular mənim də keçmiş həyat hekayəmdə yer alır. İllərə dayanan biznes fəaliyyətlərim oldu. Amma hər dəfə bank hesabında heç nə qalmazdı və borc içində üzərdim. Mən qazandığım pula nifrət edirdim, çünki elə bilirdim ki, bu pul məni heç vaxt azad etməyəcək. Ona görə də hər dəfə o məni tərk edirdi. Bataqlığın içində boğularkən başa düşdüm ki, pul sadəcə rəqəm deyilmiş, o münasibət imiş. Əgər sən onunla sağlam münasibət qurmasan, o səndən uzaqlaşacaq. Sizlər də etdiyim səhvləri etməyin deyə mən bu kitabı yazdım. Sizlər də maliyyə azadlığı yaşayın istədim. Bu kitab mənim şəxsi təcrübələrimdən yaradılan real sistemdir. Burada sadəcə büdcə saxlamaqdan yox, pulun psixologiyasını dəyişməkdən danışıram. Həyatının ən vacib əlaqəsini bu dəfə düzgün qur.